Lövhədə maraqlı bir sual var. Deməli bizə deyir ki, tangens alfa bərabər 4-də 1-ə, kotangens beta 3-də 5-dir. Qammanı bucaqdan ifadə edin. Biz görürük ki, biri tangens alfadır, biri isə kotangens betadır. Yəni gəl bunun hər ikisini ya tangensə gətirək, ya da kotangensə gətirək. Tangenslə kotangens bir-birinin tərsinin olduğunu bildiyimiz üçün mən kotangens betanın yerinə 1 böl tangens beta yaza bilərəm. O zaman buradan da belə bir şey çıxır ki, tangens beta nəyə bərabərdir? Bunun tərsi, yəni 5-də 3-ə. Əla, tangens beta məlum, tangens alfa məlum. Mən də qammanı alfa beta ilə ifadə edə bilərəm. Yəni, bunların üçünün cəmi 180-dir deyə mən tangens qammanın yerinə yaza bilərəm ki, tangens 180 minus alfa plus beta. Düzdürmü? Qammanı verəcək yenə. Bərabərdir. Pi minus alfa plus betadır. Bu pi isə deməli özünü verir. Biz çevirmə üsullarına danışmışdıq əvvəlki videolarda. Tangens alfa plus beta. 180 minus deyə ikinci rübə gəlir. İkinci rübədə tangens mənfi. Mənfi tangens alfa plus beta. O zaman mən tangens alfa plus beta'nın açılışını yazsam, demək olar ki, məsələn, həll eləmiş oluram. Mənfini olduğu kimi yazırıq yerinə. Açılış belə idi, yoldaşlar. Tangens alfa plus tangens beta. Alfa plus tangens beta. 1 minus tangens alfa vurulsun tangens beta. Tangens alfa, tangens beta. Bərabərdir. Mənfi olduğu kimi qalır yerində. Deməli, tangens alfamız neçədir? 4-də 1. Üzərinə gəlsin 5-də 3. Bölünsün. 1 minus 4-də 1 vurulsun 5-də 3-ə. Bərabərdir. Mənfi olduğu kimi qalır yerində. 4-də 1 isə 5-də 3 gələndə. Ortaq mərcə gətirəndə neçə olur? 20-də bunu 5-ə vuraram, bunu 4-ə vuraram. 5, 12, 17. Buradan da 1 minus 4-də 1 bu da neçə eləyir? 20-də 3 çıxanda elə 20-də bu da 17 eləyir, 22. İxtisar yaparsam alıram mənfi 1. Tangensin qiymətini tapdım. Mən nəyə tapdım? Tangens qammanı. Bu tangens qamma idi mənim. 180-də sadəcə ifadə elədim. Tangens qamma bərabərdir mənfi 1-ə. Tangens mənfi 1 harda alır? Təbii ki, 135 dərəcə. O zaman qamma bərabərdir 135 dərəcəyə. Bu qədər.